Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa 293 nömrəli məktəbin tam yaxınlığında və tam yolun kənarında. Məktəb yaxınlıqdadır. Marşrut xəttləri də yaxınlıqdadır. Yoldan da 50 metr məsafədə. 2 sot torpaq sahəsinin üzərində belə bir 100 kvadrat həyət evimiz çıxıb. Allah hər kəsin malına mülkünə bərəkət eləsin və istədiyi mülkə sahib olsun inşallah. Giriş hissəsində təqdim edirəm sizlərə. Rahatçılıqla həyətə maşın daxil olur və qabaqda da artıqlamaq üçün nə qədər yeri var. Və evi təkrarən bir də göstərək sizlərə 100 kvadratdır. 100 kvadratdır, sənəd köhnə bələdiyyədir və tam yolun kənarındadır. Və əşyalar nə qədər qalır, sadəcə elektronika götürüləcək. Bir zal, 2 yataq, bir mətbəx, bir sanuceldən ibarətdir. Qiymət 73.500 manatdır inşallah. Və keçək evin içərisini təqdimatına. Yerdən də ən azından 6 daş sürüşülür. Bu hissəsində də gördüyünüz komisinə qədər var. Səliqəli, yəni yola yaxın və məktəbə yaxın bir ərazidir. Və keçək inşallah içərisini təqdimatına. Və giriş hissəsini təqdim edirik sizlərə. Koridor sistemidir və ilk öncə keçirik zal hissəsinin təqdimatına. Və qeyd etdiyimiz kimi bütün əşyalar nə qədər qalacaq. Bu qiymətə də inanın ki, tam məktəbin yanında və yola yaxın. Sot torpaq sahəsinin üzərində 3 otaq, qiymət 73.500 manat. Yalnız elektronika götürüləcək. Və keçirik yataq otaqlarının təqdimatına inşallah. Burada belə bir səliqəli yataq otağımızdır. Və ikinci yataq otağımızı təqdim edirik sizlərə. Və keçək mətbəxin təqdimatına, sonra isə sanucelin təqdimatına. Və mətbəx hissəsini təqdim edirik sizlərə. Mətbəx hissəsində səliqəli bir mətbəxi var. Ev demək olar ki, dolu evdir. Yəni əşyalarla bir yerdə satılır. Yalnız elektronika çıxacaq və keçirik sanucelin təqdimatına. Sanucel tam hazır bir vəziyyətdə və dəyərli izləyicilərimiz qeyd etdiyimiz kimi Məşdağa 293 nömrəli məktəbin tam yaxınlığındadır. Yoldan 50 metr məsafədə 2 sot torpaq sahəsinin üzərində inşa edilib. 3 otaq bir mətbəxdən ibarətdir. Sənəd köhnə bələdiyyə və kommunallarına qədər var və tam əşyalı belli, yalnız elektronikadan başqa sənəd köhnə bələdiyyədir. Qiymət 73.500 manat. Səhifəmizi izlədiyiniz üçün Məşdağa əməkdaşlar və rəhbərliyinə sizlərdən təşəkkürümüzü bildiririk.